Qur'anda İslamın Ümumi Təfəkkür Sistemi kitabı Ayətullah Seyyid Əli Xameneyinin 1974-cü ildə dediyi Qur'an dərslərinin mətnidir. Bu dərslər müqəddəs Məşhəd şəhərində keçirilirdi. Dərslərin iştirakçıları əsasən gənclərdən və tələbələrdən ibarət idi və bu müzakirələr vasitəsilə əqidəvi və Qur'ani mövzular üzərində tağut rejiminə qarşı mübarizə ruhu formalaşdırılırdı. Ayətullah Xameneyi bu silsilə çıxışlarında Qur'anın ayələrinə və imamların həyat yoluna əsaslanaraq İslam hökumətinin qurulması üçün ideoloji əsasları formalaşdırmağa çalışırdı. İnqilabın qələbəsindən sonraki illərdə o həzrət həmin söhbətləri məhz bu şəkildə qiymətləndirirdi. Euzu billah, bismillah, elhamdülillah, sallallahu ala Muhammedin və alih. Esselamu aleykum və rəhmətullah, əziz izləyicilər. Bugünkü söhbətim o qədər əhəmiyyətli bir söhbətdir ki, özümdə fikirləşirəm və həsrət çəkirəm. Ey kaş Azərbaycana 30 il bundan qabaq təkcə ağanın bu söhbəti düzgün ötürülsəydi və cəmaata çatdırılsaydı, elə başa düşürəm ki, Azərbaycanın vəziyyəti bugün bu olmayacaqdı. Nəinki təkcə Azərbaycan, mən deyərdim ki, bütün xalqlara əgər ağanın təkcə bu söhbətini düzgün çatdırsaydılar, mən deyərdim ki, nicat yolu olardı bütün dünya xalqları üçün, müsəlmanlar üçün. İkinci məsələ bundan ibarətdir ki, bunu yadınızdan çıxartmayın, mən xahiş edirəm. Burada bəzi məsələləri deyirəm, bu məsələlər baxın görün hansı zamanda deyilib. Ağa bunları hansı zamanda bəyan edib. Elə bir zamanda bunları bəyan edib ki, şahın tutatut kəsə-kəs vaxtıdır. Ayətullah Səidinin oğlu, Şəhid Səidinin oğlu, hansı ki onu əmmaməsi ilə zindanda boğub öldürüblər, Şəhid Səidini. Oğlu danışır, mən özüm baxmışam videosuna, deyir ki, şahın o vaxt, şahın zamanında elə bir vəziyyət idi İranda. Bizim deyir cürətimiz yox idi ki, polisin üzünə gözümüzü zilləyək. O qədər qorxulu və təzyiq altında idi cəmaat İranda. Belə bir vəziyyətdə baxın görün, İmam Seyyid Əli Xameneyi ağa 30 neçə yaşında cavan bir mübəlliğ, cavan bir alim, müctehid və fikir sahibi görün cəmiyyətə nə ötürür. Görün cəmiyyətin dərdini həll edən hansı mövzuları bəyan edir və həqiqətən də infaq edir. İndi keçirəm bəhsimə. Deməli, bəhsimin adı əməl doğuran iman. Əlbəttə, adını qoymuşuq artan iman, bu da düzdür. Niyəsini deyəcəm. Allaha ən birinci iman gətirən şeytan idi. Niyə? Çünki insan hələ bu dünyaya qədəm qoymamışdan qabaq 1000 illər şeytan Allaha ibadət edib. Onun qəlbi Allaha mərifətlə dolu olub. Qəlbi Allahın mərifətinin mərkəzi olub. Amma buna baxmayaraq, imanın dərdə dəyməli zamanında, yəni seçim vaxtı, onun imanı onun dərdinə dəyməyib. Yəni, düzgün əməl eləməyib. Ona görə də o Allahın dərgahından qovulub və lənətlənib. Biz bilirik ki, şeytan Allahın rububiyyətinə imanı var. Bəli, Quranda deyir ki, Rəbbi, ey mənim Rəbbim, fəbi'izzətikə, and olsun sənin izzətivə. Yəni, Allahın Rəbb olmağına inanır, Allahın izzətinə inanır, Allahın izzətinə and içir. Məlumdur, şeytanın imanı var. Amma nəyi yoxdur? Əməli yoxdur. Bu onu göstərir ki, əməlsiz iman heç bir qiyməti yoxdur, heç bir dərdə dəymir, heç bir faydası yoxdur. Ağa buyurur, mənim nəzərimdə təkcə qəlbdə qalıb həyata keçməyən iman zamanla quruyar və çürüyər. Hətta fərz edək ki, iman qəlbin dərinliyində qalır. Əgər o insanın əməlində təzahür etmirsə, Qur'an mədəniyyəti baxımından o imanın dəyəri yoxdur. Yəni, əməlsiz iman dəyərsiz imandır. Biz bu bəhsin adını belə bir başlıqla gətirmişik. İman-ı zayəndi, artan iman. Yəni, əməl doğuran iman. Əməl doğuran iman niyə artan imandır? Çünki əgər iman insanda əmələ səbəb olsa, əməl doğursa, o əməl səbəb olur ki, insanın imanı artsın. Ona görə artan iman da demək düzdür. Əməl doğuran iman, yəni insana məsuliyyət gətirən iman. Yəni insana öhdəlik gətirən iman. Qur'ana əsasən iman təkcə qəlbi bir məsələ deyil. Düzdür. Biz bilirik, iman inanc deməkdir, inam deməkdir və inam da qəlbdə olur. Amma Quran məntiqində təkcə qəlbə məhdudlaşmır. Əgər iman yalnız qəlbdə qalsa və əməldə görünməsə, təzahür etməsə, İslam baxımından bu imanın dəyəri yoxdur.
Allah buyurur ki, mən Quranda olan amenu və amilus salihat, iman gətirib əməli salih iş görənlər ifadəsini başladım saymağa. Gördüm ki, onlarla dəfə bu Quranda həmin bu ayə zikr olub. Yəni imanın yanında əməl zikr olub. Buradan nə başa düşülür? Buradan bu başa düşülür ki, iman əməllə sıx rabitədə və əlaqədədir. İmanla əməl bir-birinə bağlıdır Quran məntiqində. Əməlsiz iman İslam məntiqində dərdədəyən iman deyil. Burada nəyə başa düşürük? Buradan bunu başa düşürük ki, imanı yalnız qəlbi bir etiqad sayıb, əməl, məsuliyyət və mübarizə olmadan insanın mömin sayılacağını güman eləyənlər yanılırlar. Yəni sən iddia eləsən ki, mən möminəm, amma mübarizə aparmasan və məsuliyyət və əməl eləməsən, sən mömin deyilsən. Sən yanılırsan, sən elə güman edirsən ki, möminsən. Quran göstərir ki, ilahi vədlər, yəni Allahın verdiyi sözlər, istər nicat, istər cənnət, istərsə də yer üzündə olan hakimiyyət, bu Allahın möminlərə olan vədəsidir. Təkcə qəlbi imana görə deyil, əmələ məsuliyyətə görədir. Yəni sən Allahın verdiyi o söz, yəni Allah möminlərə söz verib ki, yer üzündə hakimiyyəti mən sizə vəd verirəm, sizə söz verirəm. Yer üzünün hakimiyyəti sizindir. Amma baxıb görürük ki, bu hakimiyyət əlimizdə yoxdur. Nəyə göstərir? Niyə görə yoxdur? Çünki sən o imanın məsuliyyətinə əməl eləməmisən. İmanın səndən tələbinə əməl eləməmisən. Ona görə də Allahın vədəsi həyata keçməyib. Məlumdur ki, sən düzgün iman gətirməmisən. Bu vədə kim üçündür? Düzgün iman gətirən üçündür. Nəinki Allahın vədəsi düz deyil. Xeyr, Quranda Allah buyurur ki, "Və la yuxlifullahul mi'ad." Allah Taala öz vədəsini heç vaxt xilaf çıxmaz. Öz vədəsini heç vaxt sındırmaz. Allah öz vədəsində sadiqdir. Məsələ bəs kimdədir? Problem kimdədir? Problem iddiaçı mömindədir. Yəni problem o kəsdədir ki, möminliyi iddia edir, amma əslində mömin deyil. Mömin olsaydı Allah o vədəni onun üçün həyata keçirdərdi. Ağa buyurur, əgər məsuliyyət hiss etməsən, öz möminliyində şəkk elə. İmandan doğan məsuliyyətlərinə əməl etməyən, cəmiyyət, mömin cəmiyyət sayılmır, mömin cəmiyyət deyil. Quran-ı Kərim bizə vədə verir. Buyurur, وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ. Vədəyə bax. Buyurur ki, əgər siz möminsinizsə, qalib sizsiz, süsləşməyin, kədərlənməyin, qəm yeməyin. Sən qalibsən. Bu Quranın vədəsidir. Baxıram cəmiyyətə görürəm, mən qalibəmsə, niyə mənim möminlərim zindandadır? Niyə mənim xanımlarım, mənim bacılarım indi həbsdədir? Niyə Azərbaycan xalqının cavanları bugün dəstə-dəstə düşmənin propagandası təbliğatı altında imanların əldən verir, onları dəstə-dəstə tağut rejimi cəhənnəmə aparır? Bu hansı qələbədir? Bu nə qələbədir? Bu qələbəni görmürəm. Əksinə zəlillik görürəm, əksinə müsəlmanların pis günə qalmağını görürəm. Müsəlmanların neftinin, mədəninin və sərvətlərinin qarət olunmasını görürəm. Və bu neftin gedib İsrail kimi cinayətkarın cinayətlərində, günahlarında müsəlmanların şərik etməsini görürəm. Yaxşı, bu Allahın vədəsi idisə, mömin qalibdir. Bəs mən niyə bu gündəyəm? Allah vədəsinə əməl eləməyib? Yox. Məlumdur, mən mömin iddiaçılığında düz iddiaçı deyiləm. Mən möminlik və imanın məsuliyyətlərinə əməl eləməmişəm, öhdədarlığını düzgün daşımamışam. Ağa buyurur ki, əgər möminsinizsə, siz qalibsiz və üstünsüz. Baxıb görürük ki, qalib deyilik. Onda sual doğurur ki, bəs onda Allahın vədəsi hanı? Yaxşı, əgər bu vədənin həyata keçməsinə zaman tapa bilməsələr, ağa buyurur ki, onda deyirlər ki, inşallah İmam Zaman Əleyhisselamın zuhurunu oturub gözləyək. Qoy İmam Zaman Əleyhisselam gəlsin, o vədəni həyata keçirsin. Yəni Allahın vədəsi, Allah Quranda deyir, sən möminsənsə mən bunu sənə verirəm. İlahi hökuməti yer üzündə mən sənə verirəm. Biz deyirik, yox. İmam Zaman ağa gəlsin sonra. Mən istəmirəm. Ya belə deyim, mən istəmirəm, yox ha. Yəni onu şərtləndirirəm, özümdən onun üçün şərt düzüb qoşuram. Deyirəm, yox, bu İmam Zaman ağa aiddir. Biz möminlərə aid deyil. Özümdən onun üçün qeydlər düzəldirəm. Bəli, Allahın vədəsi haqdır. Həm İmam Zaman İslamın zuhuru barəsində və həm iman formalaşmış hər yerdə, düzgün iman formalaşmış hər yerdə. Yaxşı, bəs niyə həyata keçməyib? Məlumdur ki, mən imanı düzəltməmişəm və ya imanı düz başa düşməmişəm. Cəmiyyətdə əgər iman düz formalaşsaydı, vəziyyət bu yerə gəlib çatmazdı. Sadəcə sözlə təsdiq və qəlbi iman kifayət olsaydı, onda hətta Qurana qarşı çıxan
Amma peyğəmbərin sözünü qəbul edib təsdiq edən müşriklər də mömin sayılmalı idi. Məsələn, Əbu Ləhəb və ya Vəlid ibn Muğeyrə. Bunlar müşriklərdir. Peyğəmbərin də peyğəmbər olmasına iman gətirib təsdiq eləyiblər. Amma Quranın da əksinə əməl eləyirlər. Qurana da müxalifdirlər, Quranla da düşməndilər. Biz indi əgər imanın qəlbdə olmağına həqiqi iman qəbul eləsəydik və buna kifayətlənsəydik, gələ bunlara deyərdik, bunlar mömindirlər. Niyə? Çünki bunlar da iman gətiriblər də peyğəmbərə. Denən hardan deyirsən? Quran tarixdə var ki, bunlar otururdular öz aralarında plan tökürdülər. Deyirdilər ki, neyniyək ki, peyğəmbəri rüsva eləyək. Deyirlər, gedək oturaq peyğəmbərin oxuduqlarına qulaq asaq, danışdıqlarına qulaq asaq, peyğəmbərin evlərini tutaq və gələk bütün bu evləri cəmiyyət içində yayaq, peyğəmbəri rüsva ilə avrın aparaq. Sonra gedirdilər, peyğəmbərin qulaq asırdılar, sabahsı gün gəlirdilər, deyirdilər ki, yox, bu bəşərin sözü deyil, bu bəşərin Allahının sözüdür. Yəni, bunlar iman gətirirdilər peyğəmbərə, peyğəmbərin dediyi sözün Allah tərəfindən olmağına təsdiq edirdilər bunu. Amma bugün üstündən 1400 il keçəndən sonra biz gəlirik, ona deyirik ki, Əbu Ləhəb məlundur. Quranda da ayəsi var da, Allah Teala ona lənət oxur. Təbbət yedə Əbi Ləhəbin və təbb. Biz onu mömin saymırıq, onu mömin hesab eləmirik. Bir halda ki, onun peyğəmbərin peyğəmbərliyinə imanı var idi. Yəni, peyğəmbərin Allah tərəfindən dediyi sözün təsdiqinə etirafı var idi tarixdə. Niyə biz indi ona mömin saymırıq? Səbəb nədir? Çünki onun iman, qəbul və təsdiq etməyi məsuliyyət və öhdədarlıqla yanaşı deyil. Yaxşı, indi bu sözü tətbiq edək özümüzə. Biz necə? Möminikmi? Biz də deyirik ki, peyğəmbəri qəbul edirəm. Biz də deyirik ki, imanımız var peyğəmbərə. Görəsən, həmin imanın bizim boynumuza qoyduğu məsuliyyətlərə əməl edirik. Öhdədarlığımıza əməl edirik. Əgər əməl eləmiriksə, bizim Əbu Ləhəblə nə fərqimiz var? Şiddəti zəfdə mümkündür fərq olsun. Amma ümumilikdə nə fərqimiz var? O da iman gətirib əməl eləmir, biz də iman gətirmişik, məsuliyyətimizə əməl eləmirik. Əgər təkcə qəlbdəki iman və təsdiq kifayətdirsə, onda Əmraz dünyanın ən birinci şiəsidir. Niyə? Çünki o Qədirxum hadisəsini ya özü öz gözü ilə görüb, ya da öz gözü ilə görənlərdən birbaşa eşidib. Biz isə Qədirxum məsələsini ancaq kitablardan, oradan-buradan eşidirik. Yəni, ya kitablardan oxuruq, ya da oradan-buradan eşidirik. Əmrasın Əli əleyhissalamın barəsində dediyi şeirə bax. Gör nə deyir şeirində? Məzmununu deyirəm. Deyir ki, necə olar ki, Əli ilə Muaviyyəni gətirib biz müqayisə eləyək? Yəni, dərk eləmişdi, başa düşmüşdü. Əli əleyhissalamın məqamını bilirdi. Əli əleyhissalamı bu cür tanıyan adam gəlir Əli əleyhissalamla müxalifət eləyir. Əli əleyhissalamın əleyhinə iş görür, əməl eləyir. Əməlləri tam öz imanının əksinədir. Təsdiqi var. Əli əleyhissalama imanı var, amma əməldə tam əksinədir. Əgər onun imanı onu məsuliyyətli eləsəydi, belə deyim, öz imanına məsuliyyətli olsaydı və ondan doğan öhdəliklərə, əməllərə paybənd olsaydı və əməl eləsəydi, gərək birinci növbədə Muaviyyənin beyətindən çıxmalı idi. Yəni, sən Əlini tanıyırsansa, Muaviyyə gərək beyət eləməyəsən. Yaxşı, Əmr Asan şiə olmağını kim qəbul edir? Kim deyir ki, o ki Əli əleyhissalamı təsdiq edir, imanı var, deməli, ən birinci şiə odur. Əli əleyhissalam barəsində şeir deyir, onun məqamını müəyyən edir ki, o hara, Muaviyyə hara, məgər bunları bir-birinə müqayisə etmək olar. 10 əsr bundan öncəki şiələrə də baxsan, onun imanı, yəni Əmrasın imanı və mərifəti şiələrdən daha artıqdır və daha dərindir. Bəs yaxşı, ona niyə şiə demirsən? Çünki o imanından doğan məsuliyyətinə əməl eləmirdi. Ona görə sən Əmrasa şiə demirsən. Çünki Əli əleyhissalamın imamətinə etiqadın bir sıra öhdəliyi var. O öhdəliklərin heç birinə o əməl eləmədi. Ona görə deyirsən, bəli, o şiə deyil, mömin deyil. İndi gəl özümüzə, bu söz düzdür. Özümüzə tətbiq eləyək. Bu dəlilə əsasən mən və siz şiə olduğumuza inanırıqmı? Buna arxayınıqmı? Biz şiə öhdəliklərinə əməl edirikmi? Qur'anın bu məsələ ilə bağlı sözü aydın və qətidir. Qur'an mütləq şəkildə imanın öhdəliklərinə əməl etməyənlərin imansız olduğunu
açıq-aşkar bildirir. İslamda mötəbər olan iman əməl doğuran imandır. Əmələ səbəb olsun, məsuliyyət gətirsin. Öhdəliyə sövq edən imandır. Əməli öhdəliklərlə birgə olan imandır. Bu, İslamın və Şiənin əsas prinsipidir, əsas etiqadıdır. Əgər imanla əməl birgə deyilsə, onda bu imanın nə bu dünyada faydası var, nə də axirətdə. Diqqət edin Quran-ı Kərimin ayəsinə. Buyurur: "Əuzu billah. Ellezine amenu ve lem yelbisu imanahum bizulmin ulaika lehumul amn ve hum muhtedun." İman gətirib öz imanlarını zülmə qatmayan və aludə etməyənlər üçün əminamanlıq var və onlar hidayət olmuşlardır. Ayədən görsənir ki, bəziləri iman gətirib, deməli öz imanını zülmə qata bilir. Yəni əməl etməyə bilir öz imanına və belə bir mömin və belə bir iman Quran baxımından buyurur ki, onun üçün imanın faydaları yoxdur. İmanın faydalarından biri əmniyyətdir, təhlükəsizlikdir. Belə bir təhlükəsizlik yoxdur bu adama. Niyə? Çünki öz imanını zülmlə qarışdırıb. Niyə Azərbaycan cəmiyyətində möminlərin təhlükəsizliyi yoxdur? Çünki iman aludədir. İman zülmə qarışıb. Zülmkarlıq yoxdur və zülmə boyun əymək yoxdur. Amma görürsən ki, bu iman neynir? Qarışıb. İmam Sadiq əleyhissalamdan bu ayə barəsində rivayət var. Buyurur, Peyğəmbərdən sonra ümmətin rəhbəri barəsində Peyğəmbərin sözünə baxanlar onu başqalarının rəhbərliyi ilə qarışdırmayanlar üçündür. Yəni kim Peyğəmbərdən sonra Əli əleyhissalamın imamətini qəbul elədi, onun imanı düz imandır və zülmə qarışmayan. Amma başqalarının rəhbərliyini qəbul elədi, gəldi tağutu qəbul elədi. İlahi hökuməti qırağa qoydu, bəli, onun oldu imanı qarışdı. İman qarışandan sonra daha təhlükəsizlik olmaz. Daha əminamanlıq olmaz. Buyurur, belələri əgər bu da olmasa onda hidayət də olmaz. Və hum muhtədun kim üçündür? Mömin üçün. Hansı mömin üçündür? Zülmə, imanı zülmə qarışmayan mömin üçündür. Davamında ağa buyurur ki, rahat tələblikdən doğan bihudə gümanlar, xəyal, güman, həqiqəti olmayan vahimə. Bunun əksini bizə təlqin eləyir. Yəni Quran bizə deyir ki, iman əməllə paralel olmalıdır, əməllə yanaşı olmalıdır. Amma bizim rahat tələbliyimiz bizə deyir ki, əməllə olmağı lazım deyil. Rahat tələblik nədir? İnsanda elə bir sifətdir ki, insan həmişə rahat işlərin dalınca gedir. İnsanda rahat tələblik, asanlıq istəyi və yüngül yanaşma meyli var. O bizim içimizdən qaynaqlanır, içimizdə var bu xislət. Baxırıq, görürük, hansı işin zəhməti daha azdırsa, onu seçirik. Adətən insanlar belədir. Bizdəki bu xislət bizə deyir ki, asan yolu qəbul elə, xərci az olan yolu qəbul elə. O biri tərəfdən də imanımız bizə deyir ki, məsuliyyət və əməl elə. Əgər eləməsən, cənnət əldən getdi. Rahat tələblik bizə deyir, asandı seç. İman bizə deyir ki, əməli seç, zəhməti seç. Burada nə baş verir? Ağa buyurur ki, indi həm rahatçılığın əldən getməməsi, həm də cənnətin əldən çıxmaması üçün məcburuq oturaq düsturlar və formullar düzəldək. Həyat düsturları düzəldir özümüzə. Elə formul düzəldək və elə düstur düzəldək ki, bekar və tənbəl insanların da cənnətə getməsi ilə nəticələnsin. Bu düstur bizə elə bir nəticə versin ki, tənbəl adam da cənnətə gedə bilər. Öz imanına uyğun əməl eləməyən də cənnətə gedə bilər. Və sonra bu düsturların arxasında möhkəm dayanırıq, onu müdafiə edirik və ona qarşı çıxanlara irad edirik, axıra qədər də səhv olduğunu başa düşmürük. Ancaq o vaxt başa düşürük ki, öz gözümüzlə cənnətə girmədiyimizi görək. Yəni öldün, cənnətdən məhrum oldun, onda başa düşürsən ki, mənim həyatda yaşadığım, özüm üçün düzəltdiyim o düsturlar hamısı batil imiş. İndi gör, ağa nə gözəl söz deyir. Fərz elə ki, Allah sənə təzə bir fürsət verib. Gedib orada peşman olunca, gəl deyir, indi gəl bir təhqiq eləyək, gəl bir araşdıraq, bir yenidən baxış keçirdək. Elə indi, bu Ramazan ayında, bu gözəl müqəddəs günlərdə. Baxaq görək bizim bu düsturlarımız, bu formullarımız, bizim yaşayış tərzimiz cənnətlə nəticələnəcək. Belə müsəlman olmaq olar, belə mömin olmaq olar, belə şiə olmaq olar. Quranın mətni bizim üçün qəti və xələl gətirilməzdir. Yəni Quran möhkəmdir. Və rəvayətlərdə də yüzlərlə bu məzmunda rəvayətlərimiz var. Möhkəm də rəvayətlərimiz var. Məsələn, İmam Sadiq əleyhissalamdan və Saül Şiədə la tenalu vilayetuna illa bil amali vel vara. Bizim vilayətimizə əməlsiz və təqvasız çatmaq olmaz. Yəni sən deyirsən, mən imamın imamətini, vilayətini qəbul edirəm, imamı sevirəm,
Allah buyurursa mənim vilayətimə əməlsiz mümkün deyil. Ya şəfaətimizə əməlsiz mümkün deyil. İmam Sadiq Aleyhisselam'dan bir rivayət. Yəbnə cündə bəlliq məaşirə şiətina. Bizim şiə dəstələrimizə, bizim şiələrimizə çatdır. Və qulləhum la təzhəbənnə bikum əl-məzahib. Sizi başqa məzhəblər yoldan çıxartmasın. Fəvallah, and ola Allaha, la tənalu vilayətuna illa bil vərə. Bizim vilayətimizə əməlsiz, təqvasız çatmaq mümkün deyil. Vaciblərə əməl eləməlisən, haramlardan çəkinməlisən. Vəl ictihad fid dünya, dünyada zəhmət çəkməlisən. Vəl muvasatul ixvan fillah, Allah yolunda öz qardaşlarına fədakarlıq eləməlisən. Və leysə min şiətina men yazlimun nas. İnsanlara zülm eləyən bizim şiəmiz deyil. Üzdə deyirlər filan məmur şiədir. Harası şiədir? Bu insanlara zülm eləyir. Nə qədər insanı cəhənnəmə aparır. Qərbin mədəniyyətin pozğunçuluğu gətirib Azərbaycana salır. Bunun harası şiədir? Biz tənbəlliklə, qəmdən öz dizimizi qucaqlayaraq, keçmişin və gələcəyin dərdini çəkirik. Biz bu mənfi, alçaq və faydasız halımızla oturub şəfaətə ümid bəsləyirik. Belə bir haldan deyirik ki, inşallah şəfaət. Qəm çəkmək yaxşıdır, amma qeyrətsizliklə və hərəkətsizliklə yanaşı olmasın. Tənbəlliklə yanaşı olmasın. Əməlsiz şəfaət gözləyirik. Halbuki yalnız çalışan, ciddiyyəti və cəhdi olan bizim şəfaətimizə nail olacaq. İmamlar belə buyurur. Düz bizim zehnimizdə olanın əksinə. İmam Səccad Aleyhisselam gecə yarısı məsciddə ibadətlə, razı-niyazla məşğuldur. Və gündüz də bütün gücüylə, var gücüylə çalışır ki, haqqın hökumətini bərpa eləsin. İlahi hökuməti bərpa eləsin. Allahu Ekber. Baxın, şah zamanında ilahi rəhbər hansı hədisi danışır. İmam Səccad Aleyhisselam var gücü ilə gündüzü çalışır, gecəni də Allah qarşısında ibadətlə, xuzu ilə, göz yaşı tökməklə keçirdir. Bunu görən avam şiələrdən biri İmam Səccad Aleyhisselamın yanına gəlir, buyurur ki, İmam, sən niyə? Axı sən Peyğəmbərin, İmam Əlinin balası, Həzrəti Zəhranın balası, İmam Hüseynin balası, ağlamağı bizə saxla, sən niyə ağlayırsan, sən niyə bu qədər göz yaşı tökürsən? İmam əvvəla ona bunu cavab verir ki, əgər biz meydanda olmaq istəyiriksə, iradəmizin, ciddiyyətimizin möhkəm olmağını istəyiriksə və Allaha söykənməyimizin artmağını istəyiriksə, gərək gecələr bu ağlamağı, göz yaşı tökməyi tərk eləməyək, Allah qarşısında xuzunu, ibadəti tərk eləməyək. Bunda cavab verərək, yəni ağlamaq prinsipini, Allaha ibadət, dua prinsipini müdafiə eləyir. O tərəfdən də o avamın, şiə avamın zehnində olan səhvi aradan götürür. O deyir, sən imamsan, sənin nəslin var, sənin əzəmətin var, nəslin nəzabətin var, əməli neynirsən, ağlamağı, ibadəti neynirsən? İmam buyurur ki, Də'ənni hədithə əbi və ummi və cəddi. Sən nə danışırsan? At qırağa ata, ana, baba söhbətini. Əl-cənnətu lil-muti'in. Cənnət itaat eləyənlər üçündür. Kim itaat eləyir, əməl eləyir, cənnət onun üçündür. Yəni mən imam da, əgər əməl eləməsəm, məni də cənnətə buraxmazlar. Meyyar əməldir. Ağa buyurur ki, mən niyə bu məsələnin üstündə təkid edirəm? Çünki burası çox mühümdür. Düşmənşünaslıq bəhsidir burası. Deyir, çünki uzun illər və uzun əsrlər müsəlmanların zehni üstündə iş gedib. Tanki onları qane etsinlər ki, müsəlman olmaq üçün əməl lazım deyil. Yəni əməlsiz də müsəlman olmaq olar. Əməlsiz də mömin olmaq olar. Ta insanlara, müsəlmanlara başa salsınlar ki, mömin olmaq üçün təkcə bir dənə təmiz ürək lazımdır. Yəni gəlib sənə deyəndə ki, namaz qıl, sən ki, ürəyin təmiz olsun. Namazı neynirsən, ibadəti neynirsən, deyə, bu namaz qılanlar. Ürəyin təmiz olsun. Mən başqasının toğuna kış demirəm, daş atmıram, kiş demirəm. Bundan əlavə, ağa buyurur ki, xain və düşmənin xain və muzdurlarına bizim rahat tələbliyimiz, rahatçılığa düşkünlüyümüz səbəb olub ki, yüngül yanaşmağımız, iddiaçılığımız, xırda iş müqabilində cənnəti qazanmaq meylimiz və ya xulyamız səbəb olub ki, düşmən öz hədəfində müvəffəq olsun və müsəlmana bunu aşılaya bilsin, inandıra bilsin ki, əməlsiz də müsəlman olmaq olar. Belə də müsəlman olarmış. Peyğəmbərdən qısa bir müddət sonra bu fikir vücuda gəldi və rəvac tapdı. Vahabilərin nümunəvi səhabəsi olan və onların raziyallahu anh dediyi Yezidin atası Muaviyə gördülər ki, öz yaxınlarını yığıb onlara vəsiyyət eləyir. Deyir ki, mən öləndə bu 2 dənə bağlamanı mənim kəfənimə qoyub mənimlə bastırarsınız.
Deyirlər nədir bu? Deyir ki, biri peyğəmbərin paltarının bir hissəsidir, peyğəmbərin paltarının bir hissəsidir, o birisi də peyğəmbərin saqqalı və dırnağıdır. Görürsüz? Muaviyə də neyir? Belə başa düşürür ki, peyğəmbərin peyğəmbərliyinə bu həddə iman gətirib və onu təsdiq eləyir. Və şəfaət üçün bu əməli həyata keçirdir. Siz Muaviyyədən dinsiz adam tanıyırsınız və İslam tarixinin, yəni Sədr-i İslamın, İslam tarixinin əvvəlindən indiyə qədər ondan pis adam tapa bilərsiniz. İslama zərbə vurmaqda kök əsas adamlardan biri. Ondan pis adam, ondan alçaq adam tapa bilərsiniz. Amma görürsünüz ki, Muaviyyə də neynir? Peyğəmbərin şəfaati yolunda hərəkətə keçir. Peyğəmbərin saqqalı və dırnağı həddində. Amma əgər iman zəhmət istəsə necə, çətinlik istəsə necə, onda da əməl eləyəcək. Quranı da görürsən ki, ehtiram eləyir. Amma özünə sərf elədiyi yerdə. Bir yerdə əgər sərf eləməsə, Quranı öz hədəfi üçün alətə çevirir. Süffeyn döyüşündə gördünüzdə Quranları taxdı nizəyə. Hər halda illərdir və uzun illərdir. Bunu nəyə görə dedim? Həmin bu Muaviyyə, Vahabilərin özünə ülgü qərar verdikləri Muaviyyə peyğəmbərin paltarından şəfaət istəyir. Hamı bu Vahabilər ki, gecə gündüz bizə şirk deyirlər, halbuki öz örnək tutduqları səhabə müşrikdir. Öz dediklərinə əsasən. Yəni öz örnəyi müşrik olan adam ona buna şirk damğası vura bilərmi? Hər halda illərdir və uzun illərdir zehinlərin və fikirlərin üstündə işləyirlər ki, əməlsiz İslamı, əməlsiz imanı və təkcə ürəkdə məhəbbət və qəlbdə iman kimi neynəsinlər? Cəmiyyətə sırasınlar və cəmiyyətə bunu yedizdirsinlər. Nə əməldə hərəkət, nə bir səy, nə bir cəhd və nə də bir imanın nəticəsi. Amma Qur'anın nidası hələ də ucadır. Qur'anın sözü dəyişməzdir, öz yerindədir. Əvvəldə necə idisə indi bu gün də budur, diridir. Və mə ulaika bil mu'minin. Qur'an deyir, onlar mömin deyillər. Yəni əməlsiz möminlər ki, biz onlara iddiada diri mömin, sözdə diri mömin, mömin deyillər. O kəslər mömindir, sizinlədir, müsəlmandır və sizin qardaşınızdır ki, və Allahın lütfu onların halına şamildir ki, imana uyğun olan öhdədarlıqları ilə hərəkət eləyirlər. Səy eləyirlər, iş görürlər. Qur'anın məntiqi budur. Ya eyyuhəl-ləzīnə āmenū ruk'ū vescudū ve'budū rabbakum vef'alul xeyr leallekum tuflihun. Ey möminlər, rükû eləyin, səcdə eləyin, Rəbbinizə ibadət eləyin və xeyir işlər görün, bəlkə nicat tapasınız. Yaxşı. Bu işləri görsəz leallekum tuflihun, nicat tapacaqsınız. Amma əgər iman olsa, amma bu işlər olmasa necə? Cavabını sizin öhdənizə buraxıram. Başqa bir ayədə buyurur, cahidu fillahi haqqa cihadihi. Allah yolunda hər nə qədər bacarırsınız, yəni var gücünüzlə cihad eləyin. Haqqa cihadihi. Bir günün çörək pulusunu qazanmaq üçün nə iş görürsən, nə qədər zəhmət çəkirsən, nə qədər mücahidət eləyirsən. Elə bu nisbətdə bax gör Allah üçün də çalışırsanmı? Bax, bizim bütün işlərimiz ortalıqdadır, mətindədir. Allahın işi isə haşiyədədir, qıraqdadır. Bizim həyatımızla bağlı ümumi vəziyyətimiz belədir. Yəni, bütün işlərə can atırıq, öyrənirik, öyrədirik, qazanırıq, çalışırıq, nə bilim, idman edirik, müxtəlif işlər görürük. Bütün bunlar həyatımızın əsasını təşkil edir. Allahın işi isə qalıb qıraqda, haşiyədədir. Quran bizə nə deyir? Quran deyir, cahidu fillah. Allah yolunda cihad eləyin, çalışın, haqqa cihadihi, var gücünüzlə. Nə qədər bacarırsınız? Yəni, əgər bir fəqir, məsələn Azərbaycanda, öz gündəlik çörəyi üçün gedib işləməsə, axşam gəlsə ailəsinin yanında pulu yoxdur çörək almağa, nə günə qalar, nə vəziyyətdə olar? İndi belə bir bunu siz müqayisə edin Allahın işi ilə. Azərbaycanda olan müsəlmanlar Allahın buyurduğu işləri, dinin işlərini, Allahın işlərini yerinə yetirməsələr, nə vəziyyətə qalarlar? Cahidu fillah, Allah yolunda cihad eləyin, Allah yolunda çalışın. Amma diqqətlə baxanda Allah üçün və Allah yolunda görüləcək işlərin həcmi, keyfiyyəti, onun dərinliyi, yorulmazlığı və davamlılığı Allahın öz əzəməti və böyüklüyü ilə müqayisədə bütün işlərdən üstün olmalıdır. Və cahidu fillahi haqqa cihadihi huvectabakum. Allah yolunda cihad eləyin. Allah sizi seçib. Seçib deyəndə nə nəzərdə tutulur? Yəni sizi dəyərli bir daş kimi, daşqaş kimi, inci kimi götürüb qoyub qıraqda fərqləndiyib deyib, bunlar mənim seçilmiş bəndələrimdir. Hər neynəsələr mən bunlara cənnət verəcəm, günah da eləsələr. Bu Yahudilərin iddiasıdır. Belə bir şey İslamda yoxdur. Onlar səhv eləyirlər. Kim də belə düşünsə səhv düşünür.
Quran özlərini Allahın sevimliləri, dostları və hətta övladları bilən Yahudiləri şiddətlə məzəmmət edib qınayır. Niyə? Onlar deyir Allah bizi seçib. Amma əməldə seçilməyə uyğun əməl etmirlər. Buyurur, sizi seçmişik. Müsəlmana da deyir ki, sizi seçmişik, düzdür. Bəni İsrail də sizdən qabaq seçmişdik. Yəni, müsəlmanla Bəni İsrailin seçilməsinin növü eynidir. Allah İslam ümmətini seçib. Mənası nədir? Yəni, ən böyük iş üçün ən hazırlıqlı fərdin seçib. Mənası budur. Yəni, sizin qabağınıza 10 nəfər şəxsi gətirələr, siz bir yükü istəyirsiniz, götürəsiniz yerdən. Baxırsınız, bu 10 nəfərin içində kim daha qətiyyətlidir, qolu güclüdür, sinəsində əzələsi çoxdur və hazırlığı var, qətiyyəti var, şadablığı var, cümrahdır. Deyirsiniz 10 nəfərin içində mən səni seçirəm bu yükü götürmək üçün. O da qabağa keçir. Əgər qaldırsa, iradə eləsə, yəni çünki qaldırmağa onun o zahirindən görmüsən də o qüvvəsi var. Əgər iradə eləsə, qərar tutsa, yükü götürsə, onda öz səviyyəsində olanlardan hamısından yuxarı qalxır və olur seçilmiş bir şəxs. Amma əgər qaldırmasa necə? Onda başqalarından da bədbəxt olur və daha da xar olur və zəlil olur. Ona deyərlər ki, ay bədbəxt, başqalarının gücü çatmırdı. Ona görə onlara demədik. Ona görə onları seçmədik. Amma sənə dedik və səni seçdik. Sən niyə eləmədin? İslam ümmətinin seçilməsi ilə Bəni İsrailin seçilməsi bu qəbildəndir. Hər ikisi öz zamanlarında İslam əmanətini çiyninə almaq üçün, bəşəriyyətin hidayət və rəhbərliyi üçün ümmətlərin ən layiqlisi idilər. Görəsən götürdülərmi? Bu əmanəti çiyninə alıb məqsədə çatdıran ən ləyaqətli, ən səlahiyyətli müsəlman adını qazanacaq. Amma əgər olmasa necə? Əgər götürməsələr, Yahudi cəmiyyəti kimi əmanətə sahib çıxmadıqda onların taleyinə düçar olacaq. Quranda onlara nə deyir? Deyir, وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَاءُوا بِغَضَبٍ مِّنَ اللّٰهِ Onlara zillət və miskinlik möhrü vuruldu. Və onlar Allahın qəzəbinə düçar oldu. Bu onların dünyəvi əzabı idi. Ahirətdə gəldikdə isə məvahum cəhənnəm. Onların məkanı, məskənləri cəhənnəmdir. O sizi seçdi. Huvəctəbakum. Seçdi. Və ma cəalə aleykum fid-dini min hərəc. Və dində də yük o qədər ağır deyil, o qədər çətin deyil. Siz bu yükü qaldıra bilərsiniz. Bəli, çətinlik var, amma həmin çətinliyi biz köhnə bəhslərimizdə dedik. Asanlaşdırır din bizim üçün, İslam bizim üçün asanlaşdırır. İman gətirən insan ləzzətlə, zövqlə o işi görür. Və eyni zamanda həmin ağır iş, çətin iş onun üçün asanlaşır. وَمَا جَعْلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ مِلَّةَ أَبِيكُمْ İbrahim. Bu din atanız İbrahimin dinidir. هُوَ سَمَّاكُمُ الْمُسْلِمِينَ مِنْ قَبْلِ وَفِي هَذَا. O sizi müsəlman adlandırdı qədimdə və indi də müsəlman adlandırıb sizi. O sizi əvvəl də, indiki zamanda da müsəlman adlandırıb. وَمِنْ ذُرِّيَّتِنَا أُمَّةً مُسْلِمَةً Və bizim zürriyyəmizdən Həzrəti İbrahimin duasıdır. İlahi və mənim zürriyyəmdən, nəslimdən yetişənləri müsəlman ümmət elə. Nə üçün? Seçib nə üçün? لِيَكُونَ الرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُ شُهَدَاءَ عَلَى النَّاسِ Peyğəmbər sizə şahid olsun. Peyğəmbər sizin üstünüzdə məsul olsun, rəhbər olsun. وَتَكُونُ شُهَدَاءَ عَلَى النَّاسِ Və siz də yerdə qalan insanlara məsul olasınız və şahid olasınız. Onları hidayət eləyəsiniz. Onlara nicat verəsiniz, kömək eləyəsiniz. Sizi bunun üçün seçib. Siz dini özünüz əməl eləməlisiniz və onları da dinə gətirməlisiniz. Özünüz dinin hakimiyyətini qurmalısınız, başqalarına da dinin hakimiyyətini qurmağa kömək eləməlisiniz. Bu karvanın gözətçisi sizsiniz. Ey karvan rəhbərləri, yatmayın. Dünyadakı olan xalqların karvanı, rəhbəri, məsulu siz müsəlmanlarsınız. Hara yatmısınız? لِيَكُونَ الرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ Sizə şahiddir, sizə məsuldur, sizə gözətçidir, nəzarətçidir. وَتَكُونُ شُهَدَاءَ عَلَى النَّاسِ Və siz də insanlara gözətçisiz. Yəni, davamında buyurur, فَأَقِيمُ السَّلَاهِ Yaxşı, seçilmişsiniz, insanlara şahid olasınız, məsul olasınız, rəhbər olasınız. Yəni nə? Buyurur, فَأَقِيمُ السَّلَاهِ Onda namazı bərpa edin. Namazı biz köhnə məna eləmişik, bərpa edin. Yəni, mühtəvasını cəmiyyət içində yaşadın. Onun içində deyirdin, Allahdan başqasını qəbul etmirəm, onu cəmiyyət bu yaşasın. Qeyril məğdubi aleyhim vələddallin Fəsad başçılarını cəmiyyətdən yığışdırın. Allahın qanunların gətirin cəmiyyətdə qanun eləyin. Əqimussalah Namazı bərpa eləyin. Görürsünüz?
seçilmisiniz. Təklif üçün boynunuza məsuliyyət gəlir, öhdədarlıq gəlir. Quru və boş inanmaq, quru və boş iman yox. Və atuz zəkat, zəkat verin. Və ətəsimu billah, Allahdan yapışın, Allaha təvəkkül eləyin. Odur sizin Mövlanız. Ni'məl Mevla. Huve Mevlakum. O sizin Mevlanızdır. Allahu veliyyullezine amenu. Allah Teala sizin vəlinizdir, rəhbərinizdir. Ağa burada buyurur ki, mən bu barəsində, vəlayət barəsində, vilayətin nə olması barəsində gələcək bəhslərimdə söz açacağam. Çox qəşəng, çox maraqlı bir bəhslər var bunun içində. Çox dərin məna var burada. Və Ənfal surəsinin son bir neçə ayəsində də imanın öhdəlikləri barəsində söhbət açılıb. İmanın öhdəlikləri, yəni namaz qılmaq, zəkat vermək, Allaha sığınmaq və bu kimi əməllər nəzərdə tutulur. Diqqət eləyin, buyurur, həqiqətən innellezine amenu və haceru. Həqiqətən iman gətirən və hicrət edənlər. İmanın məsuliyyətlərindən, öhdəliklərindən biri də budur. Hicrət etmək nə deməkdir? Məsələn, Bakıdan çıxıb Gəncəyə gedib orada qalmaq, bir şəhərdən başqa şəhərə köçmək. Buyurur, birinci budur ki, əvvələn hicrət hədəfə çatmağa görə və İslam camiəsinə yetişməyə görə hər şeydən bir dəfəlik əl üzmək deməkdir. Yəni bizim vəzifəmiz budur ki, İslam camiəsinə yetişək. İslam inqilabı olmalıdır, İslam hökuməti qurulmalıdır və İslam cəmiyyəti formalaşmalıdır. Hicrət budur ki, sən bu məqsədə çatmaq üçün hər şeydən əl götürməlisən. Və bu imanın öhdəliyidir, sənin boynuna qoyduğu öhdəliyidir. İman sənin boynuna bu vəzifəni qoyub. İslam camiəsinə yetişmək üçün niyə bu qədər isar və fədakarlıq etmək lazımdır? Niyə hicrət etmək lazımdır? Buyurur ki, çünki İslam camiəsi təşkilatındakı öhdəlikləri qəbul etmək üçün. Çünki orada elə məsuliyyətlər var. Mömin o məsuliyyətlər üçün can atır. Həbbəbə iləykumul iman. İman mömin üçün məhbubdur. Vəllezine amenu əşəddu hubben lillah. Allaha iman gətirən Allahı sevir. Və bu işlər Allah üçün bu işləri eşqlə görür. Məkkədən qalxıb çölə çıxırsan, mal ilə və ərzaq ilə dolu dükanını, mağazanı tərk eləyirsən. Müştəri cəlb eləyən, sənə abır heysiyyət gətirən belə bir dükanın qalır qarətçilərin, təcavüzçülərin əlində, müsadirə eləyirlər sənin mağazavı. İslamı qəbul etməyən zövcəni Məkkədə saxlayırsan və onunla yaşadığın gözəl həyat xatirələrini unudursan və gərək hamısını da bada getmiş kimi hesaba gətirəsən və bunların hamısından ürək qopardasan. Əgər Məkkədən Mədinəyə gəlsəydin, sənin atan və ya övladın səndən düşmən kəsilir, sənin əzizlərinin ən əzizi sənin öz qan düşməninə çönür. Hicrət yəni bütün bunların hamısından əl üzürsən. Hicrət yəni bu. Hicrət edənlər bütün ağrı, acını və məhrumiyyətləri canla başla qəbul etmişdilər. Bura diqqət eləyin. Buyurur, iman gətirənlər وَالَّذ۪ينَ آمَنُوا وَلَمْ يُهَاجِرُوا مَا لَكُمْ مِنْ وَلَایَتِهِمْ مِنْ شَيْءٍ. Burasına diqqət eləyin. Deyir, amma onlar ki iman gətirdilər, amma hicrət eləmədilər, onlarla sizin aranızda heç bir bağ yoxdur. Heç bir bağlılıq yoxdur. Onlar sizin dostunuz deyil, onlar sizin qardaşınız deyil. Nə vaxta qədər? Hətta yuhaciru. Deməli, iman gətirib, nə qədər ki əməl eləməyib, o sənin qardaşın sayılmır, mömin sayılmır. Nə vaxt mömin sayılacaq? Hətta yuhaciru. Onda ki imanın məsuliyyətinə əməl eləyə. Hətta yuhaciru. Hicrət eləsin, öz vəzifəsinə əməl eləsin, onda nə olur? Səndən onun arasında bağlılıq yaranır, qardaşlıq yaranır. Qardaş, dünyada da, hətta bu dünyanın özündə də quru və boş imanın faydası yoxdur. İslam camiəsində də təsirsizdir. Ahirətə gəldikdə isə onun cəzası öz yerində. Ənfal surəsində bundan, yəni 72-ci ayədən sonra 74-cü ayədə buyurur. Bu axırıncı ayədə bəhsimi bundan qutardım. Buyurur: "Vəllezîne âmenû ve hâcerû ve câhedû fî sebîlillâh vellezîne âvev ve nesarû ulâike humul mu'minûne haqqan." O insanlar ki iman gətirdilər və bu imana uyğun əməl etdilər, yəni hicrət elədilər, cahedû fî sebîlillah, Allah yolunda cihad elədilər. Yəni sən iman gətirmisənsə Allah yolunda cihad eləməlisən. Və o kəslər ki hicrət eləyənlərə pənah verdilər, ənsar. Allah buyurur: "Ulaikə humul mu'minun haqqan." Təkcə onlar həqiqi möminlərdir. Yəni iman gətirib əməl eləyənlər təkcə həqiqi möminlərdir. Bəs bu ayədən nə başa düşülür? Bunu ilahi rəhbər buyurur. Buyurur ki, onda belə çıxır ki, iman gətirib əməl etməyənlər yalancı möminlərdir. Allah Teala bizi əməl eləyən möminlərdən qərar versin. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala Muhammedin və alihi tahirin.